Salam, xoş gördük sizi, əziz müdavimlər. Bugün MİQ çərçivə sənədinə yeni daxil olan hiperonim və hiponimlər haqqında danışacağıq. Deməli, çox rahat bir mövzudur əslində. Hiperonim ümumi anlayışları bildirir, hiponim isə xüsusi anlayışları bildirir. Məsələn, bax götürək heyvan. Heyvan ümumi anlayışdır. Amma heyvana daxil olan it, pişik, inək, qoyun, bunlar isə xüsusi anlayışlardır. Yəni heyvan hiperonimdir. Ona daxil olan bax bu it, pişik, inək, bunlar isə hiponimdir. Bax fikir verin, rahatdır. Rəng özü hiperonimdir. Amma rənglərin hansılar var? Məsələn, sarı, qırmızı, yaşıl, göy fərq eləməz. Bunlar da adlanır hiponim. Balıq məsələn, hiperonimdir. Və balıqların hansı növləri var? Var farel, nərə, kütüm, çoxdur növlər. Bunlar isə hiponim adlanır. Azərbaycan dilində elə anlayışlar var ki, məsələn, götürək alma sözünü. Alma sözü həm hiperonim ola bilər, həm hiponim ola bilər. Necə? Məsələn, alma meyvələrin daxilindədir da, yəni meyvə hiperonimdir, ümumi anlayışdır. Alma da meyvənin tərkibindədir, yəni alma, armud fərq eləməz, meyvələr çoxdur. Meyvə hiponimdir burada, alma hiponimdir. Amma almanın da növləri var. Məsələn, qızıl əhməd alması var, sarı alma var, ağ alma var. Bax, bu almanın növləri olanda isə artıq alma burada hiperonimdir. Yəni, meyvə olanda hiponimdir, amma almanın özünün növləri meydana çıxanda alma hiponimdir. Yəni, ümumi belə nəticəyə gəlirik ki, alma həm hiperonim, həm də hiponim ola bilir. Məsələn, Azərbaycan dilində söz birləşmələri mövzusu var, bilirsiniz, sintaksisdə. Və söz birləşməsi mövzusu hiperonim adlanır. Amma söz birləşməsində nə var idi? Birinci növ təyini söz birləşmələri, ikinci növ təyini söz birləşməsi, üçüncü növ təyini söz birləşməsi. Bunlar isə adlanır hiperonim. Çünki o söz birləşməsi ümumi anlayışın tərkibində gedirlər. Yəni hiperonim ümumi anlayışları bildirir, hiponim isə xüsusi anlayışları. Çox sağ olun, diqqətinizə görə minnətdarım.